Erenir TV YouTube kanalında oyunumuzun son bölümüyle tanış olacaq. Bu dərsimizdə iki dairənin toqquşması nəticəsində çıxan səsləri və iki dairə arasındakı olan məsafəni tapmağa çalışacağıq. Kod tərəfinə keçmədən əvvəl videorolik ilə mövzunu daha aydın və vizual şəkildə izah etmək istəyirəm. Daha sonra isə praktiki olaraq kodlaşdırmağa davam edəcəyik. İndi videoda da görmüş olduğunuz kimi İki dairə hərəkət istiqamətində bir-biri ilə toqquşur və bu toqquşma nəticəsində hər iki dairənin mərkəzindən bir düz xətt çəkilir. Baxın, bu düz xətt distance, yəni məsafə adlanır. Bəs bu dairələrin toqquşma anında bir-birindən hansı məsafədə uzaq olduğunu koordinat sistemində necə bilmək olar? Bunun üçün də biz katetlər çəkirik bu şəkildə və bunlar dx və dy koordinatı adlanır. Və görmüş olduğunuz kimi ortada bir fiqur yaranmış olur. Bu fiqur düzbucaqlı üçbucaq adlanır. İndi düzbucaqlı üçbucaqda katetlər verilibsə, yəni katetlərin qiymətini biliriksə, digər tərəfi necə tapırıq? Bunun üçün də bizə Pifagor teoremi lazım olacaqdır. Pifagor teoremində də necə istifadə olunur kod tərəfində? Yəni riyazi tərəfdən bilirik ki, hipotenuzu tapmaq üçün hipotenuzun kvadratını bərabər edirik katetlərin kvadratları cəminə. Burada isə c-ni bərabər edəcəyik kök altda katetlərin kvadratları cəminə. Yəni bu Pifagor teoreminin yazılış formasıdır və biz bunu JavaScript-də də istifadə edərək dairələrin toqquşduğu andakı məsafəni Pifagor teoreminə görə hesablamış olacaq. Bəs bu JavaScript-də necə hesablanır, necə yazılır? İndi isə kod tərəfinə keçid alaraq bunu görmüş olacaq. Vizual olaraq görüntülü mən sizə göstərmək istədim ki, bu şəkildə yadda qalsın və kod tərəfinə keçid aldıqdan sonra daha aydın başa düşəcəksiniz. İndi isə gəlin kod tərəfinə keçid almış olaq. İndi isə JS faylındayıq və biz bütün işləmləri Bubble klassı içərisində həyata keçirməliyik. Nəyə görə Bubble klassı içərisində həyata keçirməliyik? Çünki player, yəni oyuncu Bubble'a yaxınlaşdığı və yaxud da ki, toxunduğu anda səsin və ya məsafənin ölçülməsini həyata keçirməliyik. Bunun üçün də Bubble klassında konstruktor içərisində iki dəyişkən yazmalıyıq. Bir dəyişkənimiz, yəni bir xüsusiyyətimiz this.distance olacaqdır. Yəni məsafə bərabər olacaq 0-a və nöqtə virgül qoyuruq. Bir də səs effektini həyata keçirə biləcək bir xüsusiyyət olmalıdır. Buna da this.sound deyərək bunu da bərabər edirik. Mat.random yazıram bura. Və əgər deyirəm kiçikdir, bərabərdirsə, o zaman Turner operatorundan istifadə edirik. Sual qoyuruq bura və sound 1 yazırıq. Əgər kiçik deyilsə, o zaman da sound 2-ni bu şəkildə qeyd edirik. İndi hər bubble yarandığı zaman burada nə səhv oldu? Kodumuzu səlqəli hala salaq. Üzr istəyirəm. Kiçikdir bərabərdirsə 0.5-dən. Əgər 0.5-dən kiçikdirsə, ilk olaraq sound 1 gələcəkdir. Əgər kiçik deyilsə, sound 2 gəlmiş olacaqdır. İndi bu hadisə nə zaman olacaqdır? Hər bubble yarandığı zaman mat.randomun da işə düşdüyünü görmüş olacaq və mat.random əgər 0.5-dən kiçik və yaxud da ki, bərabər ola biləcək hər hansısa qiymət alacaqsa, sound 1, yəni birinci səs gələcəkdir. Əgər 0.5-dən böyük olan hər hansısa bir rəqəm alınacaqsa, o zaman sound 2, yəni ikinci səsi eşitmiş olacaq. İndi isə update metoduna gəlirəm və burada dx və dy koordinatlarını qeyd etmək istəyirəm. İlk olaraq const dx yazıram və bunu bərabər edirəm. This.x, yəni hal-hazırda bubble'ın olduğu x koordinatında bubble'ın olduğu məsafəni buradan alıram və çıxıram player.x-dən. Yəni oyuncunun hərəkət etdiyi zaman, yəni bubble'a yaxınlaşdığı zaman x koordinatında olan məsafəni tapmış olacaq. Eyni qaydada bunu dy üçün də edirəm və this.y
player.y deyə yazıram. Və son olaraq da Pifagor teoremini mən burada yazmaq istəyirəm. This.distance xüsusiyyətini yazıram və bunu bərabər edirəm. Math.start metodundan istifadə edirəm. Yəni bu kök altda deməkdir. Və Pifagor teoremində nə demişdik? Kök altda katetlərin kvadratları cəminə. Yəni biz kvadratları bir-birinə vuraraq almış olacaq. Yəni dx-i vuracam dx-ə, üzərinə dy-i vuracam dy-ə. Yəni dx-in kvadratı, dx-in kvadratının üzərinə dy-in kvadratını bu şəkildə gəlmiş olacam. İndi kodumuzu bir daha sərgəli hala salaq və gəlirəm aşağıya. Bubble klassından sonra gəlirəm burada səs effektlərini qurmağa çalışıram. Const bubble misal bura nə yazaq? Bubble music yazaq və bunu bərabər edək. Document nöqtə create element metodundan istifadə edirəm və bura audio yazıram və nöqtə vergülümüzü qoyuram və bubble music, buna bubble music 1 yazaq, buna da 1 əlavə edək və bunun search-ü bərabər olacaq. İndi hal-hazırda mən bura musiqi, daha doğrusu səs effektini qura biləcək bir fayl yaratmalıyam. Bura music, daha doğrusu galeri yazaq. Bu şəkildə galeri olsun və əlavə edirəm. Bura və bunu da bura əlavə edirəm. Bu şəkildə. Və bunu bağlayırıq, bunu böyüdürük. İndi hal-hazırda hətta səs effektlərini də sizə göstərəm. Baxın, bu şəkildə səs effektimiz olacaqdır. Yəni siz də istəsəz fərqli səs effektlərini istifadə edərək oyunu qurmuş ola bilərsiniz. İndi bura mən ./galeri faylı içərisindəki music 1-i istifadə etmək istəyirəm. Yenə eyni qaydada kodumuzu sərgəli hala salaq və bunu kopyalayıram. Hətta yorum olaraq belə yazım. Musiqi 1 və eyni qaydada musiqi 2 deyə yazıram. Və burada da musiqi 2 deyə gəlmiş olsun. Burada music 2 olsun və music 2-ni bu şəkildə yazmış olam. İndi bir də aşağı düşürəm və burada Handles Bubble'dan yuxarıda səs effektlərini də qura biləcəyim bir funksiya yazmaq istəyirəm. Funksiyamızda function play bubble sound olsun və bu bir parametre almış olsun sound olaraq. Daha sonra burada if deyirəm. Əgər sound bərabərdirsə sound 1-ə, o zaman gəl bubble music 1 nöqtə current time'ı 0'la bərabər edək 0'a və bubble 1, daha doğrusu bubble music 1 nöqtə play'i işə salmış olaq. Yəni eyni qaydada else deyirəm. Else isə bunun kopyalayıram və bura əlavə edirəm. Burada da music 2 olacaqdır. İndi baxırıq. Kodumuzu sərgəli hala saldıq. Hər hansısa bir səhvimiz yoxdur. Və gəlirəm Handles Bubble içərisinə. Və burada biz toqquşma anında bubble'ın silinməsini həyata keçirəcəyik. Gəlirəm for döngüsündən sonra mən bura yorumda bura yazıram. Toqquşma
A-nı və if deyirəm. Əgər bubble nöqtə distance kiçikdirsə, bubble'ın radiusu ilə player'ın radiusunun zəmindən buna player nöqtə radius deyə yazıram. O zaman gəl play bubble sound funksiyasını işə sal və bubble nöqtə sound xüsusiyyətini bura əlavə edirəm. Və daha sonra nöqtə virgül qoyuram və aşağıda bubbles array'dən splice metodundan istifadə edərək indeksindən bir vahid çıxmış olacam. Və kodu sərgəli hala salaq. Və bura qədər hər şeyi düz yazmışıq zənnimcə. Və animation metodunda da heç bir şey etmirik. Çünki handles bubble'ı burada qeyd etmişik və işləmləri də bu şəkildə həyata keçirmişik. İndi gəlirəm live serveri açıram və burada bir problem oldu. Inspect'ə gəlirəm, konsola baxıram. Bubble is not defined. Yəni bubble tanınmır. Source mənbəyinə baxmış olaq. Source mənbəyində də bu sətri düzgün oxuya bilmir. Kod tərəfinə gəlmək istəyirəm. 126-cı sətr. Burada. Burada nə baş verib? Bubble görmür. Bubble'ı görməməyindəki səbəb nədir? Biz for döngüsü içərisində bubble'ı bu şəkildə qeyd etmişik. For döngüsü içərisində bunu qeyd etmişik və for döngüsündən çıxıb burada bubble'ı almaq istəyirik. Və bu da belə deyim, görməyəcəkdir bunu. Və hətta bu gözümdən də qaçmadı. Burada bunu da səhv etmişik. Bunu buradan alıb if içərisinə əlavə etməliyik. Kodu sərgəli hala salam və daha sonra bunu buradan götürürəm. For döngüsü içərisində, yəni ifdən sonra bura əlavə edirəm və kodu sərgəli hala salaq. İndi təkrar live serveri açmış olaq və yeniləyək. Baxın, oyunumuz öz axarında və doğru bir hesablamalar apararaq oyunumuzu bu şəkildə qurmuş olduq. İndi səsi mən buradan kəsmək istəyirəm. Ya da ki, elə oyunumuzu bağlayaq və gələk kod tərəfinə. İndi burada bizim son işləmimiz qalıb. Oyuncu bubble'lara dəydiyi anda xalları biz yazmaq istəyirik. Ona görə də gəlirəm ən yuxarıya bir dəyişkən əlavə etmək istəyirəm. Bura let score bərabərdir. İlk olaraq 0 qeyd edirəm. Daha sonra aşağıya gəlirəm və dəydiyi anda, yəni toqquşduğu anda hara yazmışdıq? Toqquşma anı. Baxın burada skoru bir vahid artırıram. Səhv yazdıq. Skor. Bu şəkildə bubbles array silinəcək və skor artmış olacaq. Daha sonra gəlirəm ən aşağıda animation metodu içərisində GTX, hətta bunu handles bubble'dan sonra yazaq. Gəlirəm bura GTX nöqtə fill style xüsusiyyətindən istifadə edirəm və bərabər edirəm black rənginə
Yəni qara rəngdə olsun yazılar. Daha sonra GTX nöqtə fill text deyərək, yəni teksti doldurmağa çalışıram və bura score deyə qeyd edirəm. 2 nöqtəmizdə qeyd etmiş olaq və bunun üzərinə score'u əlavə edirəm. Yəni hər dəfə bubble silindiyi zaman score yaz gələcəkdir və xüsusiyyət olaraq da xallarımız bu şəkildə, yəni xallarımızı bu şəkildə görmüş olacaq. Məsafəsini də qeyd etmiş olaq. Bu da x koordinatından 10 piksel, y koordinatından da 50 piksel məsafəsində olmuş olsun və kodumuzu səliqəli hala salaq. Üzr istəyirəm. Live serveri açmış olaq təkrar. İndi mən burada CSS-dən istifadə edərək bunu qara rəng vermişdim. Bunun biraz rəngini bu şəkildə qeyd etmiş olaq. İndi baxın bu niyə bu şəkildə göründü? Hətta mən yazını bu qara rəngdə qalsın. JavaScript-də yazını qırmızı rəngdə vermək istəyirəm. Və bunun genişliyini də biraz düzəltmiş olaq. GTX nöqtə font yazaraq bunun 60 piksel və Arial olsun. İndi serveri açmış olam. Hətta bunu 50 piksel yazaq. Y koordinatından da 80 piksel aşağıda olsun. Bu şəkildə. Və səhifəni yeniləyirəm. Baxın, dəydiyim anda skora bir əlavə olunacaqdır. Və yaxud da ki, 2 bubble dəydi. 4 xalı qeyd etmiş olduq. Daha sonra baxın bu şəkildə xallarımızda qeyd etmiş olduq. İndi biz sadə bir oyunu yazaraq oyunumuzu, yəni gələcəkdəki oyunlarımızı necə quracağımızı bilmiş olduq. İndi buradan çıxmış olum və kod tərəfinə qayıdım. Sadə bir kod ilə biz bir neçə oyunları artıq ağlımızdan keçirə bildik. Misal, döyüş oyunları yarada bilərik və yaxud da ki, təyyarə oyunlarını, misal, təyyarə güllə atdığı zaman düşmənləri məhv etməyini biz yaratmış ola bilərik. Yəni, belə-belə ağlımızdan bəzi oyunlar keçir. Ancaq bunu kod tərəfində yazmaq üçün bizim riyaziyyat və həndəsə kimi önəmli fənləri də bilməyimiz lazımdır. Çox da dərinliyə getmədən araşdıraraq, çünki mən də araşdıraraq bu oyunu qurmuş oldum və çalışdığım qədər sizlərin də başa düşəcəyi tərzdə video rolik ilə bunu göstərmiş oldum. Ümidvaram ki, bəyəndiniz bu videonu. Ümumiyyətlə, bu oyunumuzun son videosudur. Gələcəkdə bir çox oyunlarımız da olacaqdır. Yəni, bu son oyunumuz deyil. Biz sadəcə rəqəmlər ilə və ya hesablamalar apararaq oyunlar qurmuş olduq. Ancaq hər hansısa bir fiqur, məsələn bir insan fiquru və yaxud da ki, heyvan fiquru biz yaratmadıq. Onlar da gələcək bölümlərdə, gələcək dərslərimizdə olacaq inşallah. Oyunumuzu bəyəndinizsə, videonu bəyənib paylaşın və məni də sevindirmiş olun. Son dərsimizdən də bu qədər. Artıq gələn dərsimizdə JavaScript-i sonlandırmağa çalışacaq. Ondan da az bir bölüm qalıb, onu da yekunlaşdıraq və digər proqramlaşdırma dillərinə keçid almış olaq. Gələn videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.